Bu gün 11-ci sinif şagirdlərindən bir nəfər də olsun məktəbdə iştirak etmir. Bərdənin Ləmbəran kənd tam orta məktəbinin fizika müəllimi Qasım Hümmətov şagirdlərin dərsə gəlməməsindən gileylənir. Onun sözlərinə görə yuxarı sinif şagirdlərinin dərslərə cəlb olunması aşağı səviyyədədir. Respublikada mövcud olan demək şagirdlərin kurslara cəlb olması prosesi davam edir deyə, ona görə də bu şagirdləri biz məktəblərə cəlb edə bilmirik. Burada əslində yəni belə deyək, məktəbin özünün də çətinliyi yaranır onları cəlb etməkdə. Və yaxud da cəlb olunurlar, onları biz o dərslərdə saxladıqda belə deyək, kurslardan kənarlaşırlar. Müəllim Qasım Hümmətov deyir ki, məktəbin direktoru Mahmud Məmmədov məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə şikayət ünvanlayıb. Lakin şagirdlərin dərsə gəlməməsinin günahkarı elə Qasım müəllimin özü elan olunub. Üstəlik məktəb rəhbərliyi ona töhmət də verib. O şagirdlərlə demək fən müəllimləri əlaqə saxlayıblar, danışıblar. Onlar özləri bildiriblər ki, əslində biz heç kimə demədən məktəbi demək 4-cü saatdan tərk etmişik. Hətta 5-ci dərsdə də bunlar orada olmurlar. Yəni deyilən ehtimallara görə. Amma bununla bağlı yəqin ki, hüquq mühafizə orqanları bu məsələni ciddi alır. Çünki mən onlara müraciət etmişəm ki, bu tam şəkildə araşdırılsın. Qarabağ Regional Təhsil İdarəsi isə açıqlamasında bildirib ki, şagirdlər evə Qasım Hümmətovun icazəsi ilə buraxılıblar. O da əlavə olunub ki, video görüntüləri paylaşan müəllim barəsində təhsil verənlərin etik davranış qaydalarının pozulması ilə əlaqədar müvafiq tədbir görülüb. Qasım müəllim iddia edir ki, məktəbin problemlərini işıqlandırdığı üçün təzyiqlərə məruz qalır. Bundan öncə də işdən çıxarıldığını və məhkəmə yolu ilə yenidən işə bərpa olunduğunu deyir. Bu məktəbin nəticələri dediyim o 100-ə yaxın məktəblərin nəticələri sırasında axırıncı, ikinci, üçüncü yerləri bölüşdürür. Yəni bu çox bərbad bir nəticədir. İndi mən də bunu işıqlandırıram, bu məsələlərlə bağlı, yəni bu məktəbin bu vəziyyətinə bağlı məlumatlar paylaşıram. Mənə də təzyiqlər edirlər ki, nə üçün məktəbi ümumiyyətlə belə deyək, məktəbin sirrini yayırsan. Məktəbin faktiki nəticələri bunlardır. Bu sir deyil artıq. Ləmbəran kənd tam orta məktəbinin direktoru Mahmud Məmmədov Qasım Hümmətovun təzyiqlərlə üzləşməsi barədə Toplum TV-nin suallarını cavablandırmaq istəməyib. O bildirib ki, Qarabağ Regional Təhsil İdarəsinin açıqlaması yetərlidir.